Martın 17-sində Bakıda yetkinlik yaşına çatmayan 3 rəfiqənin itkin düşməsi ilə bağlı xəbərlər sosial mediada geniş yayılmışdı. İlk olaraq onların evdən qaçdığı və ciddi narahatlıq yarandığı bildirilmişdi. Onlardan ikisi tapılsa da üçüncünün taleyindən hələ də xəbər yox idi. Teleqraf məsələ ilə bağlı itkin düşən yeniyetmənin anası ilə əlaqə saxlayıb. O, qızının qaçdığı ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirib. Ana söyləyib ki, qızı barəsində yayılan sözlər boş və cəfəngdir. Bizdən qisas almaq üçün bu yola əl atılıb. Qızlar bir-birlərini tanımırlar, sadəcə qonşuluqda yaşayırlar. Mənim qızım evdə olub, onlar hara gediblər bilmirəm, maraqlanmıram da. Qızım yanımda ola-ola onun şəkillərini də yayıblar. Hazırda evdədir, hadisədən sonra polisə apardım ki, övladımın yanımda olduğu barədə onları məlumatlandırım deyə ana bildirib. O işlərinə görə evdən səhər çıxıb axşam gəldiyini deyərək qeyd edib. Qızım 7-ci sinifdə oxuyur. Mən də müraciət edirəm ki, bunu kim edibsə özünü yığışdırsın. Bilmirəm nə məqsədlə edilib. Bütün qohumlar gəlib soruşurlar ki, bu nə xəbərdir. Deyirəm, uşaq ilk gündən evdədir. Hərə bir şey yazır. Məlumatın biri səhvdir, biri düzdür. 13 yaşlı uşağı kim Dubaya apara bilər? Onun sənədi yox, şəxsiyyət vəsiqəsi yox. Ana əlavə edib ki, qızı idmanla məşğul olur və indidən ali məktəbə hazırlaşır. Bir daha deyirəm ki, digər qızların ailəsini tanımıram. Sadəcə bayram tonqalı ətrafında toplaşıblar. Valideynlərdən biri mənim qızımı da onların yanında görüb, elə bilib, o da digər qızlarla qaçıb. Qeyd etdiyim kimi, əgər qaçıbsa, niyə polisə məlumat verim? Deməli, yanımdadır ki, heç bir xəbər çıxmadı deyə o söyləyib. Qeyd edək ki, martın 24-də itkin düşən rəfiqələrdən biri də tapılmışdı.